Əllamə Təbətəbai qeyd edirdi ki, insanın qəlbi artıq əvvəlki mənaları qəbul etmədiyi üçün zahirdə insanlardan uzaqlaşmağı seçir. Əgər insan bu mərhələni anlamasa, o hər kəsdən nöqsan axtarmağa başlayır. Bu halın adı irfanda daxili köç, hicrət kimi izah olunur. Əllamə Təbətəbaiyə görə insan daimi seçim içindədir. Yəni hər seçim ya nəfsə doğru köçdür, ya da haqqa doğru. Bu o deməkdir ki, hicrət anlayışının əsli insanın özü ilə Allah arasında olan məsafəni qət etməsidir. Quran buyurur, mömin kişilər və mömin qadınlar bir-birinin dostudurlar. Yaxşılığa əmr edir, pislikdən çəkindirirlər. Bu ayədə qeyd olunan dostluq ifadəsi 3 mənada işlənir. Emosional dostluq, sosial mənəvi dayaq və ideoloji rəhbərlik. Şəhid Mürtəza Mütəhhəri izah edirdi ki, mömin kişi və qadın eyni iman sisteminin üzvüdür. Yəni buradakı dostluq ifadəsi sadəcə dəyərlər birliyidir. Əllamə Təbətəbai deyirdi ki, irfanda insan iki cins deyil, bir həqiqətin iki təcəllisidir. Quran buyurur, Allah yoluna çağıran və özü salih əməl edən kəsdən daha gözəl kim var? Burada əsas məsələ çağırmaqdan əvvəl olmaqdır. Yəni insan fitrətən kamilliyə meyillidir. Ona görə deyilir ki, təmizlik görən insan onu təqlid etmək istəyir. Bu o deməkdir ki, sən özünü göstərməyə çalışsan, insanlar səni görməz. Elə ki, sən özünü islah etdin, insanlar səni axtarar. Ümumiyyətlə, insan öz daxilindəki boşluğu doldura bilməyəndə başqasının həyatına qarışmağa başlayır. Quran da bəyan edir. Özlərini unudub insanlara yaxşılığı əmr edirsiniz. Əllamə Təbətəbai deyir ki, bu ayə insanın özünü unudaraq başqasını düzəltməyə çalışmasını tənqid edir. Yəni özünü düzəltməyən, amma başqasını tənqid edən insan daxildə tarazlığını itirib. Ona görə də məxsusən qeyd olunur ki, qüsur görmək bəzən ayıqlıqdır, amma qüsur axtarmaq qəlbin yorğunluğudur. Bəzən düşünürük ki, ibadət edirəm, Allaha yönəlirəm, amma yenə də boşluq var. Ayətullah Behçət ağa deyirdi ki, bəzən insan ibadət edir, amma ibadətin dadını tapmır. Bu Allahdan uzaqlaşmaq deyil, daha dərin bir axtarışın başlanğıcıdır. Quranda qeyd olunur, sonra onların sonu pis oldu. Çünki ayələri yalan saydılar. Əgər insan günahı davam etdirirsə, qəlbini sərtləşdirirsə, onda ibadət ona təsir etmir. Əllamə Qazi deyirdi ki, bəzən Allah insandan əvvəlki dadı alır ki, onu daha yüksək mərhələyə aparsın. Çünki sən artıq zövq üçün yox, həqiqət üçün ibadət etməlisən. Lakin bu həlledici məqamda ibadət mənə heç nə vermir deyib uzaqlaşırıq. Ona görə də Allah vasitə deyil ki, yetərli olsun. Allah məqsəd olmalıdır. Əllamə Təbətəbai qəlb haqqında deyirdi ki, insan bir çox şeylə təmasda olduqca onun təsirinə alışır və onu adi görməyə başlayır. Bu Qurandakı bir prinsipə dayanır. İnsan çox gördüyünə qarşı laqeyd olar. Şəhid Mürtəza Mütəhhəri bu barədə deyirdi ki, insan tanımadığı şeylər haqqında ideal obraz yaradır. Bu isə reallıq deyil, zehnin qurduğu bir şəkildir. Yəni insan çox vaxt reallığı yox, öz təsəvvürünü sevir. Əgər insanın qəlbi Allaha yönəlməyibsə, o qəlb insanlara, təsəvvürlərə və ideal obrazlara bağlanır. Və bu zaman real insan artıq onu qane etmir. Çünki reallıq heç vaxt təsəvvür qədər təmiz olmur. İnsanların bir-birinə plan quraraq hiylə ilə yanaşdığı bir zamanda hikmətli davranış haqqında Əllamə Təbətəbai deyirdi ki, hikmət hər şeyi öz yerində